Mən bir nəfəri sizə tanıtdırım bugün ki, çox çalışdı İmam Hüseyn üçün bir iş görsün, eləyə bilmədi. O qəribdir, müslümdür o, Müslüm İbn Əqil. Allahın nə işi var bu insanlarla? Kimlərə ağız açmadı İmam Hüseynə xidmət üçün? Bir dənə kömək eləyin ağam üçün bu işi görün. Heç kəs kömək eləmir. Bir şəhər qərib namərd adamın içində. Nə iş görmək istəyir İmam Hüseyn üçün? Heç nə, xəbər göndərim ki, gəlməsin Kufəyə. Şureyh Qazi ağız açır ki, bu xəbəri çatdıra bilərsən Hüseynə. O da gedir İbn Ziyada deyir. İbn Ziyad deyir, ay namərd, sənə söz demişdi. Darul İmarənin başına çıxanda ağlayır. Onu atacaqlar oradan yerə. Eləyə bilmədim, bunun üçün ağlayır. Sözlə tənə vururlar, dil yarası. Nə oldu ağladın bəs? Kişi də ağlayar, Müslümə deyirlər. Yox, özüm üçün yox, mən kiməm özüm üçün ağlayayım? Mən yoxam. Məktub göndərmişəm əmmi oğluna. Onu mən çağırmışam bu namərdlər şəhərinə. Necə eləyim, çatdırım? Adam tapmayanda xəbər çatdırın Hüseynə gəlməsin, neynədir? Üzün dolandırdı küləyə, söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin.